avtomobil eksperti kimi Azərbaycanda hansı vahid sistem yaradılmalıdır? Həm ekspertiza kimi, həm maşın alğı-satqısında necə sistem yaradıla bilər və yaxud da yaradılmalıdır zəruridir? Mən təklif edə bilərik ki, Azərbaycanda elə bir ekspertiza yaransın ki, bazara nəzarət olunsa, həm şəffaf algı olar, şəffaf algı-satqı olar, həm də maşın alan insanlar aldanmış olmaz. Nəzarət olunsun, belə bir nəzarət məsuliyyət olsun ki, avtomobil satan şəxs qarşı tərəfə aldanarsa, hər hansısa bir cərimə tətbiq olunsun ki, insanlar ondan çəkinsin. Yəni siz dediyiniz bu vahid ekspertiza bir sistem, bu sistem işə yarayacaqmı? Nələri dəyişəcək bazarda? Bir insanlar əgər hansısa bir tutacağı bir işdə məsuliyyət hiss edirlərsə, ilk növbədə olaraq həyata keçirəcəyiniz bir işə vicdanla yanaşmaq lazımdır. Biz əgər vicdanımızı qırağa qoyub hər hansısa təmənna əsasında olaraq iş görürüksə, orada məsuliyyətdən çəkilərik. Bizi məsuliyyətə cəlb edəcəklər. Prosta deyirlər ki, Çin avtomobillərində durduğu yerdə yanma kimi, mühərrikdə yanma kimi hadisələrə rast gəlinir. Yəni hətta bununla bağlı sosial şəbəkədə bir neçə dəfə paylaşım falan oldu. Yəni bunun haqqında nə deyirlər? Doğrudan həqiqətə uyğundurmu, yoxsa yəni insanlar sadəcə onu istəmək üçün sadəcə bir məlumat verirəm. Gələn verilişimizdə təklif edirəm ki, istəsəz bu batareyalar haqqında mən sizə məlumat verərəm. Dünyada ən dözümlü batareyalar Çin avtomobillərinin batareyalarıdır. Onların üstündə gəlir. Avtobusların özü Bakı şəhərində o şirkətin, adını deyə bilmirik, o şirkətin batareyalarından istifadə olunur. Böyük mühərriklər, böyük texnikaların üstündə istehsalçı tərəfindən o batareyalardan, həmin zavodlardan olur. Hətta deyərəm ki, təkcə Çin maşınları deyil, Mercedes marka Amerikan maşınları var, demək belə deyim maşınları var, başqa Alman maşınları var ki, bu maşınların özündə yeni müasir olan başqa modellər var ki, orada həmin batareyadan istifadə olunur, elektronlu maşınlarda. Bəli, Çin maşınlarının bataryasından istifadə olunur. Çin maşınlarına da həqiqətən də bir dənə reklam olsun, gözəllik olsun ki, doğrudan da bunlar daha önəmlidir. Bütün avtomobillərdə demək olar yeni nəsildə həmin batareyalardandır. Bəlkə siz özünüz Çin maşınına, Çin avtomobili idarə edirsiniz, bu qədər tərifləyirsiniz, yəni insanlar üçün bu da maraqlı olacaq, bu sual verir. Bilirsiniz, elin gözü tərəzidir. Biri var faktlar, biri var fərziyələr. Fakt ondan ibarətdir ki, Bakı şəhərində 80% Çin avtomobili sürür. Bəli, siz buradan bayrağa çıxsaqsa metrə qarşında 5 maşından 3 tanəsi Çin maşını. Bu bəs etmir. Eləyir. İnşallah mən də sizə də məsləhət görürəm. Siz hər keçmədə mən məsləhət görürsünüz. Əgər avtomobil yox, başqa sahə seçsəydiniz, kim olardınız? Mən bu sualı verilməmişdi. Mən də bu suala cavab yoxdur. Cavab heç fikirləşməmişdim. Amma mən özümə görə demirəm. Əgər Azərbaycanda prosta analiz edirik. Azərbaycanda bugünkü gündə mən öz sahəmdə bir servis olaraq, usta olaraq tanınırıqsa, sözümüzü demişiksə, belə bir misalda mən bunu bir neçə dəfə efirdə vasitəsilə demişəm, dünyaya istedadlı da olmaq lazımdır. İstedadlı bir insan hansı sahədə olsun, o da bayraq taxsacaq. Mən də uşaq vaxtı arzum olub, həkim olmaq, cərrah olmaq istəmişəm. Sonradan olaraq bu sahəyə yönəldim. O nöqtəyə heç peşman deyil, siz ona görə ki, bu sahədə sevirsiniz, həm sevirəm, həm də öz sənətimi sevirəm. Amma cərrahlıqla yaxındır da. Demək olar ki, mən sizə deyim, bir avtomobilin daxilini bilsəz, insan orqanları necə işləyirsə, avtomobil belə işləyir. Bənzərliyi çox. Həqiqətən çox böyük bənzərlik var. İnsan da oradan tam yerinə düşdü. Bir də sonuncu sual verəcəm. Tural ustanı bezdirən sual nədir? Ən çox müştərilər tərəfindən olur. Birinci iş görəndə ən çox ustalar tərəfindən sevilməyən bir şey müştərinin ustanın yanına çəkilməsi. Müdaxilə eləməsi işimizə bunu sevinir və sol olaraq da usta düzələcəkmi? Siz garanti bunu həqiqətən də verirsinizmi? Usta mən başqa yerdə aldadıblar. Sizdə necədir? Belə suallardır. Bu söz həqiqətən də bir dərin mənalıdır. Kimisə aldadıb ondan 5 manat, 10 manat qabağa düşməkdənsə, o birisi başda səndən çıxacaq. Ona görə halallıqdan olan pulun da bərəkəti olur, ruzinin də qazancında bərəkəti daha olmuş olacaq. Allah hər birinizə halal nemət, halal ruzi qismət eləsin. Təşəkkür edirəm sizə vaxtınıza görə. Qeyd edeyim ki, bu günləri qonağım Tural Avtoservisinin ümumi rəhbəri, eləcə də avtomobil ekspert Tural Usta idi.